barış səsi. Bugün Şəhriverin 22-si Azərbaycanlı mübariz Şeyx Məhəmməd Xiyabaninin şəhid olmaq günüdür. Xiyabani düşüncələrini öz qurduğu Təcəddüd ruznaməsində yayımlayırdı. Təcəddüdün baş yazarı Tağı bəy Rəfət idi. Tağı bəy Rəfət öz adından əlavə Feminiya Müstəar adını da yazılarında qumlanarmış. İranda ilk dəfə olaraq feminizm kəlməsi Təcəddüd ruznaməsində işlənmişdi. Şeyx Məhəmməd Xiyabani Türkiyənin Qars şəhrinə sürgün ediləndən sonra Təbrizin Demokrat Hizbinin bir sıra üzvləri, o cümlədən Seyyid Əhməd Kəsrəvi və Zeynəlabidin İran şəhrin totəsi ilə Tağı Rəfət Təcəddüd ruznaməsinin baş yazarlığından qırağa qoyulmuşdu. Amma şeyx təbiddən qayıdandan sonra Kəsrəvi və onun düşüncələrinə qarşı Azərbaycansevər Tağı bəy Rəfəti yenə baş yazarlığa seçmişdi. Təcəddüd qəzetəsi o dövrün təkcə ruznaməsi idi ki, Cilovların Qərbi Azərbaycanda etdiyi cinayətləri yayımlamışdı. Tehran mürtəcələri Şeyx Məhəmməd Xiyabanini öldürüb, Təbrizi işğal edib və Təcəddüd ruznaməsinin yayımlanmasını dayandırmışdılar. Bizi paylaşın ki, günü-gündən bu yolda sizinlə irəli gedək. Niyə ki, qalarığı olmağımız sizə bağlıdır.